Herkese selamlar. Bugün sizlerle Minecraft oynayacağıq. Bu təzə bir dənə ekran kaydedici yüklədim. O götürür elə bil ki, 60 FPS zad verir də. Bir dənə şeydi. Axırıncı dəfə bu olmuşdu. İndi bunu qıracaq, yolumuza davam edəcəyik. Kiçik bir ev düzəltmişdik burada axırıncı dəfə və başlayırıq. Baltamız da canı tutar. Qırılır baltamız. Biraz daha bir ses gelsin. Evimdə deyiləm çünki sizə videosu saxlanmamaq üçün hökmən gərək çəkim bunu. Sizi videosuz buraxmaya çalışmıram. Bir ara çox videosuz qaldınız. Heç vaxtım yox idi o vaxtda. Vaxtım var indi çəkirəm sizə. İndi səsim normal gəlir yəqin çünki mikrofonum burdadır. İndi mikrofonumla danışıram. Əgər səsim yenə pis gəlsə də mənim kompüterimin mikrofonudur. Onu ayarlaya bilmədim tam. Evi qıraq sonra. Burada aslında qəşəng bir göl var, oraya gedək. Videoları falan şeydir. Çox çətin olur. Kompüterdən telefona atıb, telefondan da oradan paylaşmayasaq, onlar çətin olur. Bu əziyyətlərimi mənə like atıb abunə olun. Çaşdım abunə olun deyə. Yeməyimiz var, hər şey var. Şərait. Yaxşı baxış gəlib, 30 baxış da yaxşıdır. Balta ilə torpaq qırır. Neyse. Neçənci dəqiqədəyik? Daha baxın. İçəli 2-ci dəqiqədəyik. İndi gedək. Dənizlərə çıxacağıq buradan atmalıyıq. Dənizlərdə çiməcəyik, üzəcəyik, nə bilim nə edəcəyik. Nə edəcəyik, üzəcəyik. Huş. Normalde Azərbaycan dilində də o eləmək olur, amma Azərbaycan dilində tam tərcümə edə bilmirdim. Niyə belə donur? Yəqin video kaydı edirəm, ona görə donur. Belə heç donur. Belə göl olar, biraz da qutardı ki. Nəysə. Axtar. Tapan kimi yaxşı gör. Hələ orada tez şey eləyəcəm. Nə idi? Orada evi düzəldəcəm. Gölün üstündə ev istəyir. Heç buna lazım deyil. Çox balacadır. Heç olma yataq düzəltmişəm. Respawn nöqtəsi təyin oldu. Mağara. Nə qədər mağara. Kimsə elə bir düzəldir. Neyse. Bu dünya ancaq video çəkəndə girəcəm. Mənim başqa dünyalarım da var. Məsələn, bir dənə köydə. Oranı da bəlkə video axırlarında göstərdim. O köyü yığdırıram 2024-dəndir. Qəşəng eləmişəm. Arada davam eləyirəm. Yemək. İki dənə dəri. Hepsine vermədi. O bir şey olmaz. O bir şey tuttu köyə. Neyse. Baxın neçə dənə dərimiz var. 4 dənə. Sonra cəl. Aha. Deyəsən göl kimi bir yer tapdım. Gördüm. Biraz oyunun xoluna telif verər. Qəşəm. Gedə bilərik. Onlar üçün səsim gəlməsi vardır. Çünki YouTube şeydir, mahnı olan yerlərə səsim ümumiyyətcəni kəsir. YouTube əslində qoysayım elə. Aha. Qara yataq da düzələ biləcəm deyəsən. Yəni bir vuruşda deyəcəm. 4-cü vuruşda.
Bunları vurum yemək lazım olur. Toyuq qara getdi. 3 dəfə belə toyuqdur. Salam. Sağ ol. Aha, tapdım əsl gölü. Bunun ortasını eləyəcəm. Uy. Tapdım. Bunun tam ortalarını eləyəcəm. Əsl göl. Birinci respawn nöqtəsini burada təyin eləyim. Sonra uduzlar isə arkaya gedərik. Ona görə burada respawn nöqtəsini təyin eləyim. Neçənci dəqiqədəyik? 5-ci dəqiqə. O birisi də vardı. Əslində o birisi ilə əzbər öyrənmişdim. O bu aralar pul istəməyə başlayıb. Ona görə də onu istətməyəcəm daha. Ben ne diyecektim? Ha, yatak koyacaktım. Kara yatak da zaten. Ha, burada. En birinci körpü güzel. Bir səsim çıxmır. Onsuz danışmalı bir şey yok. Ne geç kırılır suda. Bunu ne diyeyim? Şey akşam olur. Fırtınalı havalarda. Tamam başarır. Aslında bura pis yer. Bu tarafa geri eğilecek. Kırarım. Şimdi kırmayayım. Yine böyle gez kırılırız. Çocuğu akşamsın. Burada bir şey yazacağım. Özünüz de okuduk. Kim okumayı bilirse onu eləyəcək. Ne yazmışım? Kim okumayı bilmirsə onu bilməyəcəm. Fes yeri aslında. Akşam bir soru düzeldi. Size köyümü göstereyim. Ben yaşlı böyle eləyək. Mesela 18 dəqiqə deyil ama 5-6 dəqiqədir. Size şey eləyək. Ne deyil? Öz dünyası. Bəziləri mənim dostum kömək eləyib. Bu da. Bunları mən düzəltmişəm ama. Hayır. Bura itlerim var dəvələr 4 tane onlar ölülərin bir şeyim var. Burada şeyimdir. Aslında normal köyde biraz yıldırmış. Bu köyde ümumiyyətlə heç nə yox idi, işçi yox idi. Məsələmcə bu yoxuya getdi. Şey ver. Bunlar yox idi. Daşçı, nə bilim, qılınca. Onların indi iş sahələri. Normalda çox adam olurdu deyə şeydir. Belə evlər tutmuşam. Sonra bu nəhsidir. Okçu, zadım.
Okçu ən çətini idi. Okçu heç kəs okçu. Okçunun iş sahəsi balacadır biraz amma bir də okçu. Mən bura niyə saçma masası qoymamışam? Su masası. Ocaq lazım olmadı. Bu benim çalışma masası. Çalışma. Ben yaxşı yatay. Ya da İsa'nın önce öz köylərin hamı yatıb. Bəziləri yatıb. Burası sonra iş yeridir. Bura ne idi? Bura daşçıydı bu deyəsən. Bura yataq otaqdır burada. İş sahələri indi qırmızı güzgü eləmiş. Bu isə şeydir, qəssabdır. Burada yeməklər pişirir. Burada dəmirçi evi düzəltmək istəyirdim. Burada çünki heç dəmirçi yox idi. Dəmirçi evi düzəltdim amma paltaryon işləyir. Yəni bu da evdir. Bura rahat. Yəni burada şeydir. Baxın bir dəqiqə. Şeydir, bayraq düzəldir. Burada daş aləmidir. Daşçı aləmi. Burası elə daşçı aləmi. Daşçı aləmi. Ha bir dakika bunu yazmadım. Neyse falan. Yazılar sizden yazar. Daş. Ç harfiyle yazdım. Daşçı aile. Mi. Yazdım ya. Yani Ülvi tarafında. Neyse. Bacım geldi. Gözümden video söndürüm. Ne sulandırılır? Heh, geldim. Balaca bacım gelmişti. Onu gene apardım. Bura ne yazı? Bura. Ak. Almi. Rak. Almi. Bayrak. Bundan sonra yazarım. Vaxtım az. Bu. Okçunun evidir. Buraya yatak otağıdır. Orada. Ya bu kadar iş sahası. Ben çok düzeltmiştim. Ha bu da bura kaldı. Daş. Daş. Şaniye. Sı. Alemi. Abi. Taraftan. Şimdi burada kaldı. Bilmem bura nedir. Bana toplayıp niye? Burada ülke. Bura çöllerin aslında benim tarafımdan değil. Bura onun da boş yazıcı. Oldu. Tar a mi. Bu ne değil iş.
Burada 2024'te düzəlmiş Elvin Heydərli tərəfindən yığdırılmış. Burada da versiyalar var. Versiyaya yəqin özünüz də bilirsiniz. Bilmirsə yəqin çox da fikir vermirsiniz. Burada da evlər. Sağ olun, görüşənədək bu qədər də videomuz. Bu günlük bir dənə video ola bilsin. Çünki heç vaxtım yoxdur. Bunu da indi güclə çatdırmışam. Amma mən bunu yarım saatdə paylaşmaya çalışacağam. Yaxşı, sağ olun, görüşənədək. 15 dəqiqə oldu video.